Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hal-hazırda şaftalı bağı salırıq. Bax, bu bağın əkim sxemi 4-ün 1.25-ədir. Əkilən meyvə çeşidləri Karamba, Kantesa və Babilyondur. Təbii ki, bu bağ tel əkim sxemi üzrə salınan bir bağdır. Sadəcə olaraq dirək sistemi sonradan quraşdırılacaq. İstər əkim sxemi olsun, istərsə də əkilən meyvələrin çeşidləri olsun. Kifayət qədər sizin bu haqda məlumatınız var. Karamba, Kantesa, Babilyon hər üçü çox məşhur, aktual və keyfiyyətli yastı şaftalı çeşidlərdir. Yəni bu bağda özəl olan nə əkim sxemidir, nə də əkilən şaftalların çeşidləridir. Bu bağda özəl olan, bax bu gördüyünüz tinglərin calaqaltısıdır. Bu tinglər Rütpek 20 calaqaltısı üzərində yetişdirilmiş tinglərdir. Bundan öncəki videolarımda nektarin və şaftalların digər calaqaltıları olan Garnem və CF haqqında məlumat vermişdim. Lakin Rütpek 20 haqqında heç vaxt məlumat verməmişdim. İndi isə gəlin Rütpek 20 calaqaltısı ilə tanış olaq. Rütpek 20 calaqaltısı nektarin, şaftalı, Yapon gavalsı və badam üçün nəzərdə tutulmuş bir calaqaltıdır. Bu calaqaltını digər calaqaltılardan fərqləndirən ən əsas xüsusiyyəti bu calaqaltının daha az vegetativ olmasıdır. Yəni həm CF-lə, həm Garnemlə müqayisə etsə görərik ki, bu calaqaltı daha az budağa, zoğa meyillidir. Məsəl üçün biz CF-lə müqayisə etsə görərik ki, Rütpek 20 təxminən 40-50% daha az vegetativdir. Rütpek 20 üzərində yetişdirilmiş ağacların forması dikə meyilli və kompaktdır, yəni yan budaq atmağa meyilli deyildir. Məhsuldarlığına gəlincə isə çox məhsuldar və keyfiyyətli bir calaqaltıdır. İstər meyvənin kalibri olsun, istər məhsula düşməsi olsun, istərsə də məhsuldarlığı olsun. Yəni bu cəhətdən, yəni bütün bu cəhətlərdən bu calaqaltının heç bir sıxıntısı yoxdur. Əksinə çox gözəl nəticələr əldə olunub. Lakin bu calaqaltını salarkən fikir verməli olduğumuz ən əsas bir məqam var. Yəni bu səhvi heç vaxt etməyin. Bu calaqaltı daha az vegetativ olduğu üçün bağ salarkən əgər siz super intensiv və intensiv bağ salırsınızsa, yəni bildiyimiz tel əkim sxemi üzrə olan bir bağ salırsınızsa, bu calaqaltı üzrə əkməyiniz məsləhətdir. Yəni düşünürəm ki, ən gözəl seçimlərdən biri də məhz bu calaqaltıdır. Niyə? Bu calaqaltı daha az vegetativdir. Daha az vegetativ olmaq o deməkdir ki, daha az zoğ budaq atacaq. Bu isə budama işlərini kifayət qədər asanlaşdıracaq. Daha az vegetativ olması o deməkdir ki, günəş işıqları daha yaxşı meyvəyə dəyəcək və meyvə daha gözəl şəkildə rəng alacaq, kalibr alacaq və s. Lakin əgər siz 5-in 3-ə əkim sxemi ilə bağ salmaq istəyirsinizsə, qəti şəkildə bu calaqaltını məsləhət görmürəm. 5-in 3-ə əkim sxemi bu calaqaltı üçün kifayət qədər aralıdır və bu isə sonuc olaraq 5-in 3-ə əkim sxemi ilə əkilmiş bağda məhsuldarlığın az olmasını gətirib çıxardacaq. Yəni bu bir ağac olaraq ağac üzərində gətirilmiş məhsulun sayına görə yox, sadəcə olaraq özü az vegetativdir. Yəni ağacların həcmi balaca olacaq, dikə meyillidir. Ona görə də siz həcm olaraq yəni məhsul götürə bilməyəcəksiniz. Yəni müqayisə üçün deyim ki, təsəvvür edin ki, yerli calaqaltı üzərində olan Napolyon, Xrustal Napolyon və s. çeşidlərini biz adətən 10-un 10-a, 10-un 8-ə, 9-un 8-ə bu cür əkim sxemləri ilə əkirdik və kifayət qədər məhsul götürürdük. Lakin bugünkü gündə biz maksimanı götürsək, 10-un 10-a əksək, yəni maksimadan biz 1 hektarından daha az məhsul götürəcəyik. Və yaxud da Gizellanı götürsək, 10-un 10-u əksək, yenə də az məhsul götürəcək. Yəni burada məhsuldarlığa təsir edən bu calaqaltının bu cür əkim sxemlərə uyğun olmamasıdır. Ona görə də bu məqama xüsusi şəkildə fikir vermək lazımdır. Əgər siz bağ salarkən bu bağın əkim sxemi, tel əkim sxemi olacaqsa, yəni 4-ün 1-ə fərq etməz, intensiv, super intensiv bir bağ olacaqsa, onda Rütpek 20 calaqaltısı düşünürəm ki, ən gözəl seçimlərdən biridir. Yox, əgər siz 5-in 3-ə əkim sxemində bağ salmaq istəyirsinizsə, qəti şəkildə bunu Rütpek 20 üzərində etməyin. Bu videonu hazırlamaq üçün bir neçə bağbanla görüşmüşdüm və 5-in 3-ə əkim sxemi üzrə Rütpek 20 üzərində əkilmiş bağla tanış oldum. Yəni səhv salınmış bir bağ idi. Bağban yəni nəticədən razı deyildi. Yəni istər meyvənin keyfiyyətindən, kalibrindən, tez məhsula düşməyindən hər bir cəhətindən razı idi. Lakin o əkim sxemi həddindən artıq aralı olduğu üçün tonajı kifayət qədər götürə bilmirdi. Belə dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı, videoları bəyənib paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək.